İnanılmaz bir sual var. NASA niye 50 ildən çoxdur Aya geri qayıtmır? 1972-ci ildə Apollon 17 missiyası ilə sonuncu dəfə insan Aya ayaq bastı. O vaxtdan bəri isə bütün kosmik uğurlarımıza baxmayaraq heç kim Aya dönmədi. Bəs bunun səbəbi nədir? Həqiqətən sadəcə maliyyətdirmi, yoxsa bizdən gizlədilən daha dərin bir sir var? Əvvəlcə tarixə qısa nəzər salaq. 1969-cu ildə Apollon 11 ilə Neil Armstrong ilk dəfə Aya ayaq bastı. O vaxt bütün dünya ekran qarşısında nəfəsini tutaraq izləyirdi. ABŞ və SSR arasındakı soyuq müharibə kosmos yarışını alovlandırmışdı. ABŞ hər kəsə gücünü göstərmək üçün Aya endi. Sonraki illərdə Apollon missiyaları bir-bir həyata keçirildi. Lakin 1972-ci ildən sonra bu proqram qəfil dayandırıldı. Maraqlısı budur ki, o dövrdən bəri texnologiya inkişaf etsə də, insanlıq bir daha Aya enmədi. Bu, həqiqətən düşündürücüdür. NASA rəsmi olaraq deyir ki, səbəb çox sadədir, maliyyətdir. Aya enmək çox bahalı idi, hər missiya milyardlarla dollara başa gəlirdi, soyuq müharibə bitdikdən sonra isə bu qədər xərcləməyə ehtiyac qalmadı. ABŞ artıq siyasi qələbəsini qazanmışdı, yəni Aya getməyin strateji əhəmiyyəti azalmışdı. Bu səbəbdən proqram bağlandı. Amma gəlin biraz da dərin enək. Elmi baxımdan Ay çox çətin bir mühitdir. Orada atmosfer yoxdur, radiasiya çox güclüdür. Günəş şüaları insan bədənini yandıracaq qədər təhlükəlidir. Səthində temperatur kəskin dəyişir. Gündüzlər plus 120 dərəcəyə qədər yüksəlir, gecələr isə mənfi 170 dərəcəyə düşür. Bu qədər sərt şəraitdə uzun müddət yaşamaq və baza qurmaq demək olar ki, mümkün deyil. NASA üçün belə bir risk və xərclər çox böyüdür. Ancaq işin maraqlı tərəfi budur ki, bütün bunlar elmi faktlar olsa da, insanlarda başqa suallar yaranır. Niyə NASA birdən-birə proqramı dayandırdı? Axı Aya enişlər milyonlarla insana ümid vermişdi. Bəzi nəzəriyyələrə görə NASA Ayda qəribə obyektlərlə rastlaşıb. Hətta bəzi fotoşəkillərdə sirri kölgələr, izah olunmayan formalar görünür. Bu iddialara görə NASA bəzi şeyləri bizdən gizlədir. Ən məşhur nəzəriyyələrdən biri də yad planetlərlə bağlıdır. Deyirlər ki, NASA Aya enəndə orada yad planetlərin izlərini görüblər. Hətta bəzi astronotların açıqlamalarında biz tək deyildik kimi qeyri-adi ifadələr var. Rəsmi olaraq bu cür açıqlamalar heç vaxt təsdiqlənməyib, amma illərlə insanların ağlında şübhə yaradır. Bəlkə də NASA Ayda gördüyü şeyləri açıqlamağa hazır deyil. Digər bir nəzəriyyə isə belədir. NASA diqqətini Marsa yönəldib. Çünki Mars daha perspektivlidir. Orada həyat izləri tapmaq mümkündür. Marsda su buzları mövcuddur. Atmosfer zəif olsa da yenə də var. Gələcəkdə Marsda baza qurmaq, hətta insanlıq üçün yeni bir ev yaratmaq mümkündür. Ay isə sadəcə bir dayanacaq rolunu oynaya bilər. NASA bəlkə də buna görə bütün gücünü Marsa yönəltdi. Amma bu yanaşma da biraz qəribə görünür. Çünki Ay yerdən cəmi 3 gün məsafədədir. Ora qayıtmaq texniki cəhətdən daha asan olmalıydı. Amma 50 ildən çoxdur bunu heç kim etməyib. Niyə? Bir də belə bir iddia var ki, NASA insanlığı məyus etmək istəmir. Aya qayıtmaq risklidir. Əgər yeni bir missiya uğursuz olsa, bu NASA üçün böyük nüfuz itkisi deməkdir. Ona görə də onlar çox ehtiyatlı davranır və bütün diqqəti müasir texnologiyalarla hazırlanan Artemis missiyasına yönəldirlər. Bəli, NASA hazırda Artemis missiyası ilə yenidən Aya qayıtmağı planlaşdırır. Məqsəd yalnız enmək deyil, Ayda qalıcı baza qurmaqdır. Orada resurslardan istifadə etmək, Marsa uçuş üçün dayanacaq yaratmaq nəzərdə tutulur. Amma bu plan hələ tam reallaşmayıb. Tarix yenə də bizə sual verir. Niyə bu qədər uzun fasilə oldu? İndi isə gəlin sizə ən maraqlı iddialardan birini deyim. Bəzi konspirasiya nəzəriyyələrinə görə NASA artıq Aya gedib, amma gördüklərini gizlədib. Orada qəribə tikililər, yad planetli izləri aşkar ediblər. Bu iddiaların heç biri sübut olunmayıb, amma insanların marağını daha da artırır. Çünki 50 ildən çox susqunluq, çoxlu boşluq doğurur. İnsanlıq niyə ən yaxın qonşusuna qayıtmadı? Bütün bu versiyalara baxanda sual açıq qalır. Əsl səbəb nədir? Sadəcə maliyyətdirmi, yoxsa gizlədilən bir həqiqətmi? Elm deyir ki, çətinliklər və xərclər çox böyükdür.
Nəzəriyyələr isə deyir ki, orada bizdən gizlədilən bir şey var. Bəs sən necə düşünürsən? NASA həqiqətən sadəcə pul üzündənmi geri qaldı, yoxsa ayda gördükləri həqiqəti açıqlamaqdan qorxurlar? Daha maraqlı videolar üçün Qurbanov TV kanalına abunə olmağı və fikir bildirməyi unutma.